Salam, əziz uşaqlar. Səriştə əsaslı tapşırıqlarla işimiz davam edir. İndi isə sizinlə isti havada qaçış tapşırığının 5-ci sualını birlikdə müzakirə edək. Bu sualla da işləyən zaman simulyasiya haqqında biz sizinlə 1-ci dərsdə öyrəndiklərimizi istifadə edəcəksiniz. Yəni, havanın istiliyini, havanın rütubətini, içməli su içsin, içməsini siz burada sürgü qolu vasitəsilə və yaxud da seçim etməklə yerinə yetirə biləcəksiniz. Sual 5. Simulyasiya havanın rütubəti üçün 20, görürsünüz, 40 və 60% göstərə bilir. Havanın rütubəti 50% və temperaturu 40 dərəcə Selsi olan su içərkən, yəni bəlini seçəcəyik, qaçmağın təhlükəsiz və ya təhlükəli olacağını necə düşünürsünüz? Yəni, bu zaman su içərək qaçdıqda bu təhlükəlidir, yoxsa təhlükəsizdir? Gəlin sizinlə birlikdə bunu araşdıraq. Bunu araşdırmaq üçün əvvəlcə havanın temperaturunun 40 dərəcə Selsi olduğu halı seçək. Sizinlə seçdik, havanın temperaturu 40 dərəcə Selsidir. Və bunun üçün, tapşırığı yerinə yetirmək üçün gəlin əvvəlcə havanın rütubətini 40% seçək. 40% seçdik və su içərkən artıq o da seçilib, seçim edək. Seçim etdikdə nə müşahidə edirik? Görürük ki, havanın istiliyi 40 dərəcə Selsi, havanın rütubəti 40%, su içildi, tərin həcmi 1,9 litr, su itkisi yoxdur, amma istilik vurma var. Bizdən isə istilik təhlükəsi olub-olmadığı soruşulur. Havanın rütubəti 40% olanda istilik vurma baş veribdirsə, indi havanın rütubətini 60% götürdükdə nə baş verəcək? Gəlin sizinlə birlikdə ona baxaq. Havanın istiliyi 40 dərəcə Selsi, nisbi rütubət 60% və su içib müşahidə etdik, gördük ki, yenə istilik vurma baş verib. Və bunun hər ikisi, yəni havanın nisbi rütubəti 40% və havanın nisbi rütubəti 60% olduqda, hər ikisində istilik vurma kimi həyat üçün təhlükəli olan bir təhlükə baş veribdir və deməli bunlar təhlükəlidir. Biz 50% havanın nisbi rütubəti olduqda həyat üçün təhlükəli olub-olmadığını araşdırmalıyıq. Deməli, sizə məlum olan hər iki sətri seçirsiniz. Bir sətir, bu isə ikinci sətir. Və bunları müqayisə edərək nəticəyə gəlirsiniz. Bu tapşırıq sizin verilənlərdən istifadə edərək müqayisə edib nəticəyə gəlmək bacarığını formalaşdırır. Siz nəticəyə gələcəksiniz ki, bir halda ki, 40% havanın rütubəti olanda su içərək qaçışçı 1 saat məşq etdikdə gün vurma təhlükəsi yaranır. 60% nisbi rütubət olduqda da fikir verirsiniz ki, yenə gün vurma, istilik vurma təhlükəsi yaranıb. Deməli, məntiqi nəticəyə gələ bilərsiniz ki, 50% havanın nisbi rütubəti olanda da gün vurma təhlükəsini yaşaya bilər. Bəli, siz cavabı seçirsiniz ki, bu həyat üçün təhlükəlidir. Həyat üçün təhlükəli olduğunu seçdikdən sonra artıq burada siz uyğun cavabı dəstəkləməlisiniz və uyğun cavabı biz 2 sırada seçdik. Seçəndən sonra bu haqda məlumat yazacaqsınız. Və sizinlə indi söylədiklərimizi bu hissədə siz qeyd edəcəksiniz. Nə qeyd edəcəksiniz? Qeyd edəcəksiniz ki, bu sizin tam cavabınız ola bilər ki, əgər havanın rütubəti 40% olduqda bədənin istiliyi 40,7, yəni
gün vurması, istilik vurması təhlükəsini yaşayır. 60% olduqda da istilik vurma təhlükəsini yaşayırsa, deməli 50% nisbi rütubət olduqda da qaçışçı istilik vurma təhlükəsini yaşayacaqdır. Bu sizin verilmiş məlumatlara əsasən onları müqayisə edərək bir nəticəyə gəlmək bacarığınızı formalaşdırır. Və eyni zamanda artıq bu tapşırıq görürsünüz ki, yəni açıq tipli tapşırıqdır. Açıq tipli tapşırıq olduğundan bu insanlar tərəfindən yoxlanacaq. Sizin qapalı tapşırıqlarınız birbaşa rəqəmsal yoxlanılacaq. Açıq tipli tapşırıqlarınız isə insanlar tərəfindən yoxlanır. Beləliklə, isti havada qaçış tapşırığının 5 sualını biz sizinlə birlikdə müzakirə etdik. Ümid edirəm ki, müzakirələrimizin sizin üçün çox böyük əhəmiyyəti olacaqdır. Diqqətinizə görə sağ olun.